İşğal vaxtı bütün torpaqlarımız talanıb, viran qoyulmuşdu. Amma Ağdam silinmişdi desək düz səslənər. Bu torpaqlar əsl sahiblərinin nəfəsi, sevgisi, əməyi ilə yenidən dirçəlir. Ağdam rayonuna həyat yenidən qayıdır. Rayon mərkəzində və kəndlərdə geniş miqyaslı quruculuq işləri həyata keçirilir. İnsanların rahat yaşayışını təmin etmək üçün lazımı infrastruktur layihələri icra olunur. Kəngərli də doğma sakinlərinə qucaq açıb. İşğaldan öncə isə bu kənddə təxminən 400-ə yaxın ev olub. Bugün artıq Kəngərli yenidən köhnə təntənəsinə qayıdır. Vaxtilə sükuta qərq olan torpaq indi yenidən canlanır. Səssizliyi uşaqların gülüşü pozur. Küçələrdə insanlar addımlayır. Görürsünüz, evimizin açarından Allah'ın gününe çok şükür ki geldiyiz kendimize, öz evimize. Şükür ki torpağımıza geldik. Uşaqlar, yerimiz xeyirli uğurlu olsun. Buyurun, geçin içeri. Köhnə kəngərini biz qoyub gedəndə bağlı, bağatdı. Qohum əqrəba hamısı bir yerdəydi. Çox təəssüf ki, bugün onlardan olmayanlar daha çoxdur. Yəni buradan köç edənlərin çoxları qayıtmadı. Ruhları şad olsun. Hesab edirəm ki, onların da ruhu bugün şaddır. Artıq 103 ailə Kəngərlidə yaşayır. Həqiqətən bura çox gözəl yerdir. Mən çox sevinirəm ki, ata-baba yurduma gəlmişəm. Daha öncə anam, atam, yəni buraları mənə danışmışdı. Mən onunla təsəvvür edirdim. Kəngərli kəndi 2544 sakinin yaşayışı üçün layihələndirilib. Burada 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Kəndin ümumi sahəsi 177 hektardan çoxdur. Tikintinin ilkin mərhələsində isə 72 hektardan çox ərazi layihələndirilib. Artıq bildiyiniz kimi ailələrimizin köçü davam edir. Elə ilk ailələrə də cənab prezidentimiz özü açarları təqdim etmişdi. Əhalinin dayanıqlı yaşayışını, rahat yaşamasını təmin etmək üçün bütün imkanlar, şəraitlər yaradılıb. Birinci mərhələ üzrə 292 fərdi evin inşası başa çatıb. Məskunlaşan əhalinin məşğulluğunun təmin olunması nəzərə alınıb. Rezidentlərin sayına görə ikinci olan Ağdam Sənaye Parkı sakinlərin işlə təmin olunmasında mühüm rol oynayır. Uzun müddətdən sonra öz kəndimizə qayıtmışıq. Çox sevinçli, qürurlu hisslər keçiririk. İşlə təmin olunmuşuq. İndi işimiz daha rahatdır, yolumuz yaxındır. Kəngərli kəndində 3 otaqlı mənzillə təmin ediblər. Evimiz gözəl, kəndimiz gözəl, bizim üçün çox gözəldir. Rayon mərkəzindən 6 kilometr məsafədə yerləşən Kəngərli hər küçəsi, hər tikilisi ilə quruculuğun rəmzinə çevrilir. Sədaqət Süleyman, Çingiz Qəniyev, Fariz Şıxəlizadə, ASTV Xəbər.